Kəpəz adını daşıdığı dağ boyda problem daşıyır. Bu klubu sanki qarğıyıb ya tilsimləyiblər. 2022-2023 mövsümündən Gəncə futbol elitasına qayıdandan Kəpəz artıq 4-cü mövsümdür ölüm-zülüm birtəhər liqada yerini qoruyur. Növbəti mövsüm eyni səhvlər daha ağır formada təkrarlanır. Bu kluba normal bir idarəçi, rəhbər tapılmır ki, bütün ipləri çəkib əlində cəmləsin. Bəzi azarkeşlər əvvəlki rəhbər İlqar Nadirini bəyənmirdi. Amma indikləri görəndə Nadiriyə şükür etməlidirlər. Heç olmasa İlqar bəy Kəpəzin maliyyə baxımından lap ağır dönəmində şəxsi əlaqələrindən, münasibətlərindən istifadə edib klubu ayaqda saxlaya bilmişdi. Ötən yaydan bu yaya klubun rəhbərliyində o qədər anlaşılmaz, qəfil dəyişikliklər oldu ki, kimin əli kimin cibindədir müəyyənləşdirmək olmur. Ötən mayda geniş biznes şəbəkəsi olan Namiq Qədirov klubun idarə heyətinin sədri seçildi. Fərman Əlizadə sədrin idarəçilik, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olundu. Cəmi 2 ay ərzində Qədirov Kəpəzdə qədir bilməz adamların əlindən bezib klub daxili intriqaları görüb səhv yerə gəldiyini anladı və sədrlikdən istefa verdi. O günlərdə kəpəzsevərlər müşavir postuna gətirilmiş menecer Erkin İbrahimova yıxıb sürüyürdü ki, faydasız legionerlərə transfer etməklə kluba zərbə vurur. Tezliklə Erkin İbrahimov da klubdan getməli oldu. Həmin vaxt idarə heyətinin sədri postunda Erkin İbrahimovun xalası oğlu idi. Namiq Qədirovu Sokarda yüksək postlar tutmuş Adil Vəliyev əvəzləmişdi. Amma belə rəhbərlik olmur axı. Kəpəzdəkilər aylarla Vəliyevin üzünü görmürlər. Klubu faktiki olaraq idarə heyətinin üzvü Fərman Əlizadə idarə etməkdədir. Rəhbərlikdə bu əl dəyişmələr Kəpəzin turnir cədvəlindəki çıxışında əksini tapdı. İlk 5 turun hamısında uduzan Adil Şükürov baş məşqçi postundan göndərildi və Kəpəzdə ikinci Adil Şükürov Azər Bağırov əvəzlənməsi baş verdi. Bir neçə ay əvvəl klubu liqada saxlayan Azər Bağırova qapını göstərən Kəpəzin rəhbərliyi bu dəfə az qala minnətçi düşərək 41 yaşlı məşqçini kluba qaytardılar. Azər Bağırov isə ardıcıl ikinci mövsüm Kəpəzi ölü vəziyyətdə alıb diri təhvil verdi. Qarabağ üzərində 2 qələbə, çempion Sabahla oyunda qalibiyyət Azər Bağırovun bu mövsümki möcüzələrindəndir. Kəpəzi liqada saxlayan da elə iddialı rəqəblərdən qopardığı xallar oldu. Sonda turnir cədvəlində Qəbələ ilə xalları eyni olsa da, çempionatın reglamentinə əsasən belə vəziyyətdə qələbə sayı əsas götürüldüyündən bu göstəricidə Qəbələni qabaqlayan Kəpəz play-off oynamaqdan canını qurtardı. Azər Bağırov isə yenə ötənilki kimi Kəpəzdən ayrılır. Fərq ondadır ki, bu dəfə klub göndərmir, özü gedir. Rəsmi təsdiqlənməsə də, növbəti iş yerinin Şamaxı klubunun olmaq ehtimalı yüksəkdir.